What you know about rolling down in the deep? When your brain goes numb, you can call that mental freeze. When these people talk too much, put that shit in slow motion. Yeah, I feel like an astronaut in the ocean. Tamam dostlar, bugün size Mercedes AMG C63 maşınını təqdim edəcəm. 4 motor, 503 at gücü, silver rəngdə həm də kupe maşını təqdim eləmək istəyirəm. AMG maşınlarının digər maşınlardan fərqi həm dizaynda, həm interior, həm exterior, həm də ki motor gücündə fərq var. Bu maşın 4 motordur. 503 at gücü bu çəkidə olan maşın üçün çox mükəmməl at gücüdür və maşının 0-100 sürəti 4,1 saniyədir. Yəni 0,60 deyirlər Amerikada. İlk öncə disklərdən, yəni rimlərdən gördüyü kimi AMG rimləri var, AMG diskləri və AMG brake padlərinin cover'ı və bu çox qəşəng dizayn verir. Həm rəngə uyğun olaraq qırmızı, həm işıltılıdır, yəni parıltılar, həm də ki diskdən, yəni kənardan görənlərə daha cazibədar gəlir. Maşının üstünün açılması yəni Los Angeles kimi və Kaliforniya kimi yerdə yəni daha möhtəşəmdir. Ön hissədə daha geniş abisovkası var, yəni bura bizdə grill deyirlər, amma Azərbaycan dilində yazımdan çıxıb. Burada da göründüyü kimi AMG işarəsi və həmçinin Mercedes işarəsi də günü-gündən böyüyür. Bir balaca Mercedes işarəsindən başlamışlar, artıq böyüyüb nə boydadır. Və lampası köhnə dizayndır, hansı ki köhnə Mercedeslərdə, yəni 3-4 ilin dizaynidir. Məncə bu maşında daha çox gözəllik verir. Yeni dizayn, daha yəni biraz nazik olan dizayn SUV-lərdə məncə daha qəşəng görünür, amma bu dizayn bu maşında çox qəşəngdir. Ətəkli AMG-lara yəni xas olan ətəyidir və bu da çox gözəllik verir. Burada da hava girmək üçün radiatorun yanında yerlər var. Burada motorun çox böyük olmasına əlaqədar məncə həm dizayn olaraq veriblər, həm də ki hava rahat girsin deyə veriblər. Maşının kənarında V8 bi-turbo yazısı var. Yəni 8 silindirli maşındır və turbo motoru var. Kənarda belə bir spoiler kimi yenə də ətəkliyi var. Disklər yenə də AMG diski bu tərəfdə görürüz. Gözəl bir bagajın üstündə spoileri var. Burada Mercedes işarəsi və bu həmçinin arxa kamerasıdır və AMG C63S işarəsi. Həmçinin çox gözəl dizaynı ətəklikdə də veriblər. AMG-lərdə ancaq bu var. Yəqin ki digər modellərdə bildiyiniz kimi sadəcə bir tərəfdə, daha doğrusu bir kurşlar var hər tərəfdə. Bu da daha çox gözəldir və həmçinin burada çox gözəl AMG işarəsi yazılıb. Diqqətlə baxanda maraqlı görünür. Arkada park radarları var. 6 dənədir. Hər tərəfdə 3 dənə. Burada stop lampası var. Həmçinin burada yəni Mercedeslərə xas olan daha çox arka patapresin üstündə olur. Ancaq bunda patapres olmadığı üçün bura qoyublar. Top hissəsi çox rahat açılır, örtülür və qapandıqda, yəni bir çox maşınlar var. Məsəl üçün Mustangda falan maşının üstü açılıb örtülsə də içəridə səs hiss olunur. Yəni örtülü olsa belə içəridə səs çox hiss olunur. Amma bu maşında üstünü örtdükdən sonra normal bir sedan maşın kimi rahat oturmaq olur içində. Biraz interiora keçək. İnteriorda mənim ən sevdiyim hissəsi qapının bu kənarındakı dizayndır. Hansı ki burada Barmaster spikerlərindən istifadə olunub. Sidenya isidici və soyuducu, yəni oturacaq qızdırıcı və soyuducu düymələri burada qoyulub və həmçinin oturacaqları kontrol etmək üçün burada düymələr qoyulub. Müəyyən hissələrini kontrol etmək üçün. Həmçinin 3 memory paket var. Hər iki tərəfdə eyni funksiyalar var. Yəni sərnişin tərəfdə də, bu tərəfdə də təbii ki arxa oturacaqlarda yoxdur. Qapının açıb bağlama düymələri buradadır. Həmçinin burada güzgüləri kontrol etmək üçün və ya açıb bağlamaq üçün düymələr var. 4 aynaların 4-də açılıb bağlanan aynalardır. Qapının bu tərəfində bagajı açılmaq üçün belə bir düymə var. Keçək içəri. İçəridə rul çox gözəldir. Yəni AMG rulu və burada mebel hissəsi, aşağıda mebel hissəsi həm gümüş və Alcantara əl tutmaq üçün yerindən çox mükəmməl istifadə ediblər. Həmçinin burada barmaqla istifadə olunmaq üçün sensorlar var. Göstəreyim.
sport rejim və ya komfort rejim, sport plus, race mod kimi modlardan istifadə edə bilirik. Dükandan tutaraq və diqqətinizi başqa yerə dağıtmadan buradan istifadə etmək mümkündür. Həmçinin bu tərəfdə avtomatik sönüb işə düşməyi kontrol etmək olur və settingsi və transmissiyanı manual və ya avtomatik etmək olur. Bu sol tərəfdə yuxarı hissə sadəcə ekranı istifadə etmək üçündür. Burada monitoru idarə etmək üçün menyu və ya yuxarı aşağı buradan görürsünüz ki menyu dəyişir. Bunu istifadə etmək üçündür. Məlumatlar bazasına baxmaq üçün, yəni maşın məlumatlarına, xəritəsinə, digər məlumatlara baxmaq üçündür. Aşağıda adaptiv cruise kontroldur, hansı ki özü avtomatik aktiv breykləri var. Yəni maşın digər maşın, öndəki maşın dayandıqda dayanır, getdikdə takib edir. Həmçinin avtomatik tormozluyur və cruise kontrolu var. Sağ tərəfdə də yenə eyni qaydada menünü idarə etmək üçün, yəni daha doğrusu ekranı idarə etmək üçün, buradakı ekran üçün sensor və menü və geri düyməsi var. Burada da səs çoxaldıb azaldan səs komandası, telefona cavab vermə və menü düyməsi var. Telefonda dəstək asma düymələri var. Daha çox mənim xoşuma gələn bu iki düymədir. Çünki çox rahat istifadə olunur, həm də softdur. Sükanın həmən arxasında Scorus'a keçirmək üçün manual transmission, Scorus deyir də belə. İstifadə etmək üçün burada sport tipli bir dənə button var, düymə var. Bunlar çox yaxşıdır. Yəni maşını heç yerə əlini sükandan götürmədən tam sport vəziyyətə gətirib buradan tam sport vəziyyətdə Scorus'u dəyişə-dəyişə yəni sürmək mümkündür. Bu çox ideal bir funksiyadır Mercedeslərdə. Sol tərəfdə şüşələrin, şüşə silgiləri və power dönmə işıqlarından istifadə olunur. İstifadə etmək üçün düymə var. Burada işıqları standart Mercedes düyməsi, bildiyiniz kimi işıqları söndürüb yandırmaq üçün knopka və remeni çıxarılması üçün, həmçinin qarşıda manual olması üçün, olmasını aktivləşdirmək üçün düymələr var. Burada parking breakdir. Burada kapotu açmaq üçün düymə var. Monitoru çox idealdır, çünki bəzi maşınlarda monitor sadəcə sürücüyə tərəf baxır. Bunda hər iki, yəni 4 nəfər də maşından ekranından ən vacib olan şeylərdən biri Apple CarPlay və Android Auto'dur. Yəni hər ikisi telefonları qoşub rahat şəkildə telefonun ekranını monitorla paylaşma mümkündür və digər funksiyalar, Mercedesin bütün funksiyaları burada var. Yəni salon işıqlarının rəngindən dəyişməkdən tutmuş, maşının ayarlarını dəyişməyə kimi hər şey burada var. Həmçinin telefona qoşub maşını idarə etmək üçün də, yəni idarə etmək üçün dediyim, işə salıb söndürmək üçün, qapılarını açıb bağlamaq üçün də hər bir şey buradan idarə etmək olur. 3 dənə qəşəng Mercedesin bu AMG modellərinə daha çox rast gəlinən hava, yəni kondisioner fənləri var burada. Çox xoşuma gəlir. Yumru dizayn ümumiyyətlə bu maşını çox qəşəng gözəllik verir və burada sadəcə kondisioneri istifadə etmək üçün buttonlar var. Sərnişin sürücü tərəfdə temperaturu artırıb azaltmaq, fənin sürətini artırıb azaltmaq, hansı istiqamətə vurmasını ayarlamaq üçün və həmçinin sərnişin tərəfdə də eyni qaydada bəzi funksiyalarda digər AC-ni söndürmək və əlavə düymələr var. Burada menyu düymələri var, hansı ki fəni hara istəsəz ayarlaya bilərsiniz. Görürsünüz yəqin ki buradan menüdən görmək mümkündür. Və aşağıda sadəcə media üçün, yəni radio üçün, naviqasiya və ya radio. Evento de verano. Mira, aprovecha las ofertas. How about that Jeep Wrangler? Radio üçün düymələr var. Mercedes, daha doğrusu premium maşınlara xas olan saat, bu bir çox premium maşınlarda var. Saat çox gözəllik verir maşına və görək bunu bağlamaq olurmu? Və AMG yazılıb burada. Buranın da, yəni burada indi kabel falan var. Burada əgər bağlasaq çox gözəl düz gəlir və mebeli, yəni daha doğrusu buradakı vinil və ya hər hansı bir karbondur, fiber karbondur nədirsə çox qəşəng dizayn olunub. Maşına yəni xüsusi gözəllik verir. O ki qaldı burada radionu idarə edən, yəni tamamən touchdır, yəni
sensorlarla istifadə olunur. Həm buradan, həm bunun özünün üstündən buradan istifadə etmək olur. Yəni eyni ilə ya buradan ya da ki bu yumrudan istifadə edərək tamamilə displeyi kontrol etmək olur. Səs çoxaldı bazaldan buradadır və maşının modlarını dəyişmək üçün dinamik və ya sport, race maşının səsi də dəyişir. Yəni hiss edirsiniz yəqin ki. Race modda daha motor elə bir gücdə işləyir. Burada powerful düyməsi var. Bunu basdıqda maşının motoru həm komfort modda olsa belə sport moda keçir. Yəni sadəcə motoru keçir. Geri qalan bütün suspensionları, yəni amortizatorları komfort modda qalır. Avtomatik sönüb, yəni start stop düyməsi, hansı ki bu açıq olduqda maşın svetoforda olanda ayağınız əgər tormozdadırsa maşın sönür. Yəni belə deyə benzinə qənaət eləyir. Burada parking assistant proqram düyməsi var. Maşın avtomatik olaraq özü park eləyir, parkingi tapıb park eləyir. Daha çox təzə maşın sürməyi öyrənənlər üçündür. Burada yenə transmissionu eyni ilə ekranda da rulda da olduğu kimi burada da transmission skorsu avtomatik və ya manual eləmək üçün düymə var. Həmçinin suspension, yəni amortizatorları kontrol etmək üçün düymə var. Yəni sport modda daha çox sərt olur. Yəni sürüşməmək üçün. Burada da track off düyməsi var, hansı ki maşın sport modda sürüşməsi sönür, çünki sürüşə bilər hər an. Ona görə bu həmişə yəni off olur, sönülü olur ki, maşın sürüşməsin normal modda. Burada 4 dənə knopkalar. Bu birincisi maşının bu balaca bir qutusunu açıb bağlamaq üçün, bütün şüşələri qaldırıb aşağı endirmək üçündür və bu da maşının üstünü açmaq üçündür. Arxa pərdəni qaldırıb aşağı endirmək üçündür. Bu maraqlı bir şey, xoşuma gəldi mənim. Arxa pərdəni qaldırıb aşağı salmaq üçündür. Burada USB port var bir dənə. Telefon qoymaq üçün maraqlı yeri var və həmçinin skorusu, yəni transmissiyası park, reverse, neutral and drive modu tamamilə sükandan idarə olunur. Yəni maşın belə deyək, oturdunuz, tamamilə sükandan idarə edə bilirsiniz maşını. Belə. Eyni ilə sağda da eyni funksiyalar var, yəni sərnişin üçün eyni funksiyalar var. Arxa oturacaq çox rahatdır. Hansı ki sedan maşınlarda, yəni sport maşınlarda daha çox arxa oturacaqlarda oturmaq o qədər də rahat olmur, amma bunda rahatdır. Həmçinin arxa oturacaqlarda spikerlərin olması daha yəni səs effektini çoxaldır.